lüks bir paltar markası açırsan, bax bu markaya kimlik olmalıdır. Bu markanın logosu olmalıdır və bu logoda bir simvol mütləqdir ki, sənin adın belə yazılmasa, insanlar o logo simvoluna baxanda bilsin ki, sənin markandır. Buna uyğun web-sayt açılmalıdır ki, insanlar o web-saytdan alış-veriş edə bilsin, sipariş verə bilsin. Bütün sosial şəbəkələrdə sənin hesabların olmalıdır. Bunlara domenlər alınmalıdır. Reklam hesabları yaradılmalıdır. Bunlar reklam Meta Ads-ə bağlanmalıdır. Bütün hesablarında sənin SEO-lar yerləşməlidir və bütün hesabların bu marka kimliyini göstərməlidir. Sən hər yeri eyni şəkildə paylaşa bilməzsən. Hər platformanın kütləsi başqadır. İnsanları başqa şeyə cəlb edir. Yəni sən hər şeyi eyni yerdə paylaşmamalısan. Marka kimliyini yaratdın, hər bir şey yaratdın, sən bundan əvvəl reklam verməlisən. Panolara, blogerlərə, digər markalardan üstün olmaq istərsən, lüks bir marka yaradırsan, bunlar 100% olmalıdır. Sən reklamı blogerlərə də, reklam panolarına da yerləşdirməlisən.